Değerli gençler, əziz gençler, yiğit gençler, əziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin ve ailenizin üzerine olsun. Sizin üzerinizde ailenizin, ananızın, atanızın ve müəllimlərin büyük emeği var. İnanıram ki siz onların yolunu gözleyeceksiniz. Onlara lazım olan saygını, sevgini, duanı, değeri vereceksiniz. Çünkü büyüklere değer vermek, büyüklerin yolunu gözlemek, büyüklerin üzerindeki hakkını bilmek büyüklük alametidir. Büyüklerin hakkını veren de büyüyer. Allah ona da bir büyüme şansı verir. Güzel gençler, değerli gençler. Bizim işimiz nedir? Bizim işimiz odur ki biz size tecrübemizi paylaşırıq, bildiklerimizi paylaşırıq. Məqsədimiz size yardımcı olmaktır. Size destek olmaktır ki özünüzü keşfedesiniz. İnkişafın yolunu öğrenesiniz. Tecrübe bir xəzinədir. Para vermediğiniz bir xəzinə. Hazır. Kim istese istifadə edebilir. Ki bunlardan istifadə edəsiniz. Özünüzü doğru keşfedesiniz, inkişafın yolunu göresiniz ve özünüze uygun bir yol seçesiniz. Özünüz olasınız. Her zaman tekrar ederim. Özünüz olma cesaretiniz olsun. Özünüz olma cesareti olsun. Ona göre de biz size neyi anladırıq, neyi bölüşürük, okumağın, elmin, təhsilin ne kadar önemli bir nimet olduğunu, ne kadar kıymetli bir nimet olduğunu, en bahalı nimet olduğunu, çok büyük emek istediğini, mücadele isteyen bir nimet olduğunu üretmeye çalışırız. Çünkü inkişafın başka yolu yoktur. Biz gücümüzü başkalarına göstermeyeceğiz. Şimdi mekteplerde görürsünüz de uşaklar birbirine güc gösterirler başkalarına. Biz özümüze meydan okuyacağız. Özümüze yiğitlik budur. Yiğitlik başkalarını dövmek değildir, aşağılamak değildir, tehkir etmek değildir, onun hakkını yemek değildir. Yiğit olan koruyar. Yiğitlik özüne meydan okumaktır. Özüne meydan okumak sınırlarını aşmaktır. Her gün sınırını aşmak, her gün bir adım ileri gitmek. Bu da ancak okuyla, elimle, təhsillə mümkündür. Güzel gençler. Ona göre de 3 soruya cevap veririk. Doğrudur mu? Artık bununla bağlı videoları çekirik, paylaşırıq. Birinci budur ki biz niye okumalıyız? Çünkü millet olarak, ferd olarak inkişaf etmek isteyirik. Eğer isteyirikse budur. 2. Neyi okumalıyıq? Çünkü neyi okumak da çok önemlidir. Her şeyi okuyun demirəm ki, her şeyi okumağa ne vaxt var, ne de ihtiyaç var. Neyi okumalıyıq? Seçəcəyik. 3. Necə okumalıyıq? O sorulara cevap vermək istəyirəm sizə, gözəl insanlar. İndi bugünkü oxunun, kitabın, elmin, təhsilin, təhsil sisteminin hədəfinin biri budur. Ne demiştim? Sizin özünüzü keşfetmesine yardım etmək. Özünü keşfetmenin yolunu bir nedir? Okudur, doğru okudur, elimdir, təhsildir. Okuduq, elimli olduk, təhsil olduk. Bu bize ne verecek? Dikkat edin, özümüzü keşfedecek. Bizim hansı kabiliyetimiz var, bizim hansı imkanlarımız var. Keşfetti, okudunuz, özünüzü keşfettiniz ve buraya yazıram. Okudunuz, özünüzü keşfettiniz, kabiliyetinizi, bacarığınızı üzə çıkarttınız. Bununla iş bitir mi? Bitmir. Bitmez. Sırada bir tane adım var. İstəyirsinizsə ki, bax o kəşf sizin cövhəriniz nədir, xəzinəniz nədir, qabiliyyətiniz nədir, imkanınız nədir, Allah sizi, əziz Allah sizi hansı təyinatla yaradıb, bax istəyirsinizsə ki, o xəzinəni üzə çıxarasınız. Bax, torpağın altındakı qızılın bir faydası yoxdur. O qızılı oradan çıxarmaq üçün nə qədər əziyyət çəkirlər. Sonra onu yuyurlar, təmizləyirlər torpaqda. Sonra onu külçəyə çevirirlər. Sonra onu satışa çıxarırlar. Sonra onu zərgərlərə göndərirlər. Sonra ondan gözəl bəzək əşyaları hazırlayırlar. Baxın, böyük bir yolçuluqdur bu. İndi siz necə edəcəksiniz ki, o bacarığınız içinizdəki toxum kimi düşünün, onu inkişaf eləsin. Baxın, indi şərtini açıqlayıram. Oxu deyir ki, diqqət, bunu yazmanızı istəyirəm həm də gözəl gənclər, dəyərli gənclər. Bacarığı hədəfə bağlamalısınız. Bir bacarıq, bir qabiliyyət o zaman inkişaf edir ki, bir hədəfiniz olur. Bakın, hədəf insanı böyüdür. Hədəf, kəşf etdiniz özünüzü, bacarığınızı öyrəndiniz, istəyirsiniz ki, onu böyüdəsiniz, daha da böyük bir ondan xeyir götürəsiniz, onun yolu hədəfə bağlamaqdır. Bakın, özünü kəşf edən, bacarığını bilən və bacarığını hədəfə bağlayan. Hədəfi olan böyüyər. Bak bunu bir misalla deyim daha aydın olsun. Elə bir ki bir toxumunuz var. Onu kəşf etdiniz ki bu toxumdan alma olma özelliği var, badam olma özelliği var, nar olma özelliği var, heyve olma özelliği var. Kəşf etdiniz. Toxum ne zaman böyüyəcək? Toxumla bağlı sizin bir hədəfiniz olsa. Değil mi? İstəyirsiniz ki bu toxumu əkəsiniz, ondan daha çox meyvə götürəsiniz. Bakın hədəf olduğunu, yoksa toxumu yeyersiniz. Bir badamı yiyerek çoxaltmaq olar, yoksa əkerək? Necə düşünürsünüz?
Bir toxumu yesəniz çoxalar, yoxsa əksəniz çoxalar? Bir buğdanı yesəniz çoxalar, yoxsa əksəniz çoxalar? Baxın, toxumu kəşf etdikmi? Nə ilə? Oxu ilə, elmlə. Kəşf etdik ki, bizim bu toxumumuz var, bu özəlliyimiz var. Sonra nə etdik? Onu hədəfə bağladı. Baxın, toxumu kəşf etdik ki, əlində bir toxum var. Bir gözəl badam toxum var. Sonra nə edirsiniz? Əgər o toxumla bağlı hədəfiniz varsa, yəni o toxumu böyütmək istəyirsiniz, istəyirsiniz ki, o gözəl bir ağaca çevrilsin, meyvə versin, bar gətirsin, onu yiyəsiniz, satasınız, əkəsiniz, para qazanasınız. Nə edirsiniz onu? Hədəfiniz olanda deyir ki, onu torpağa ək. Amma hansı? Uyğun torpağa ək. Baxın, məktəb, təhsil, universitet uyğun torpaqlardır. Bunu həm də müəllimlərə deyirəm, bax, valideynlərə deyirəm, gənclərə deyirəm. Siz övladınıza təhsil verərkən lütfən buna diqqət edin. Birinci sıraya bunu qoymayın. Mən gözəl məktəb axtarma. Bahalı məktəb, hər cür şəraiti olan, müasir texnologiya ilə təmin olmuş məktəb axtarma. Belə məktəb olmasını demirəm. Birinci sırada bu deyil. Bahalı məktəb də axtarma. Oğlumu oxutmaq üçün ən bahalı məktəbə qoyacağım. Yanlış düşünürsən. Bax, sizə diqqət edirəm, müəllim kimi deyirəm. Birinci sıraya bunu qoyacaqsınız. Diqqət, öncə müəllim axtarın. Öncə məktəb deyil, hər cür şərait olan məktəb deyil, bahalı məktəb deyil, müəllim axtarın. Bir məktəbin yaraşığı müəllimdir. Qaynağı, xəzinəsi müəllimdir. İndi biz nə edirik? O toxumla bağlı bizim bir hədəfimiz var ki, onu böyüdüb ağaca çevirib meyvə yığacağıq onu. Onu nə edirik? Uyğun torpağa əkirik. Baxın, uyğun müəllimin yanına qoyuruq, uyğun məktəbə qoyuruq. Diqqət edin burası. Sonra nə edirik? Onu uyğun vaxtında əkirik. Gec yox, vaxtında əkirik. Elmi təhsili vaxtında öyrənəcəksiniz. Xarici dili vaxtında öyrədəcəksiniz. Sonra onu becəririk, qoruyuruq. Baxın, istedad qorunan bir şeydir, qorunmalıdır, qorunmağı tələb edir. Əkdik, uyğun yerə əkdik, uyğun zamanda əkdik, uyğun biçimdə böyütdük, ona uyğun olan hər qidanı ona verirdik, onu qoruduq, o ağaca, meyvəyə, bara, bərəkətə çevirildi. Bax, istedad da belədir. Yəni, nə demiş oldum? Oxu, elm, təhsil sizə özünüzü kəşf etməyi öyrədir, sizin bir bacarığınız, qabiliyyətiniz olduğunu üzə çıxarır, o bacarığı böyütməyin yolu onu hədəfə bağlamaqdır. Heç bununla da yetməz. Bacarığımız var, kəşf etdik, bacarığımız var, hədəfə bağladıq, sonra əmək lazımdır. Əmək lazımdır, əmək, zəhmətsiz rəhmət yoxdur. Bax, mənim YouTube kanalımın şüarı budur, zəhmətsiz rəhmət yoxdur. O YouTube kanalına da üzv olmanızı istəyirəm. Mənim YouTube kanalımda xeyirdən başqa heç bir şey görməyəcəksiniz. Söz verirəm sizə. İnanmayan baxsın, oxusun, görsün orada insanların zərərinə olan bircə cümlə belə var mı? Bax, yanlış ola bilər ha. Demirəm, dediyimin hamısı doğrudur. Elə bir iddiam yoxdur. Mənlə razılaşa da bilərsiniz, razılaşmaya da. Amma mən şuurlu şəkildə, niyyətli şəkildə heç bir yanlışı yaymaram. Bilsəm, yaysam üzr istəyərəm. Ona görə mənim YouTube kanalımın şüarı belədir. Zəhmətsiz rəhmət yoxdur. Ora yazılırıq, onu artırırıq, çoxaldırıq. Sizdən bir haqq istəmirəm ki. Sizdən sadəcə dua istəyirəm. YouTube kanalıma üzv olmanızı istəyirəm, yaymanızı istəyirəm. Bu da mənim haqqımdır. İndi gözəl gənclər, bax, bundan sonra da bir cümlədə söyləyirəm, ondan sonra yekunlaşdırıram. Deyirəm ki, ən böyük həbsxana, ən böyük zindan, ən qorxulu həbsxana, ən böyük zindan haradır? Buradır, zehniyyətdir. İnsanın zehni həbs olunubsa, zehni həbsxanadadırsa, qəfəsdədirsə, onun inkişafı mümkün deyil. Zehin nə zaman qəfəsdə olur, həbsxanada olur, zindanda olur? Ən qorxulu, ən belə qaranlıq zindanda, xurafələrlə buranı dolduranda. Xurafələr ağlı öldürür, gözəl gənclər, vicdanı öldürür, gözəl gənclər, iradəni öldürür, gözəl gənclər, ağlı çürüdür, gözəl gənclər. Ən böyük zindan zehniyyətdir deyirəm. Tamam müəllim, bunu dedin. Bu zehniyyətdən, bu qaranlıq zindandan, bu qorxulu zindandan, bu ümidin öldüyü zindandan çıxmağın yolu nədir müəllim? O zindanı sökməyin, o qolunuzdakı, ağlınızdakı, dilinizdəki qandalları sökməyin yolu oxu, elm və təhsildir deyirəm. Əgər ağlınızı, iradənizi, vicdanınızı o cəhalətin zindanından qurtarsanız böyüyəcəksiniz. Böyüməyin yolu budur. İradə, əmək, cəsarət. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm.
Var olun, sağ olun. Videolarımız devam edecek. Var olun, sağ olun. Aziz Allah'ın sonsuz, sınırsız merhametine emanet olun. Değerli gençler.